Bir dəqiqədə biologiya. Bugünkü mövzumuz sinir sistemidir. Sinir sistemi sinir toxumasından təşkil olunmuş orqanlardan təşkil olunub. Sinir toxuması sinir hüceyrələrindən təşkil olunub ki, sinir hüceyrələri də iki cür olur. Neyronlar və peyk hüceyrələri. Neyronlar sinir toxumasının 11də 1 hissəsini, peyk hüceyrələri isə 11də 10 hissəsini təşkil edir. Neyronlar sinir impulslarının qəbul edilməsində və ötürülməsində rol oynayır. Peyk hüceyrələri isə neyronların qidalanmasını və dayaq funksiyasını yerinə yetirir. Məhz hər bir neyronun cismi, dendriti və aksonları mövcuddur. Akson neyronun uzun çıxıntısıdır və bəzi aksonların üzərində miyelin qişan mövcuddur. Dendritlər neyronun qısa çıxıntıları hesab olunur və bir neyrondan minlərlə dendrit ayrıla bilər və bir neyronun bir cismi mövcuddur ki, cismin içərisində də nüvə yerləşir.